Viking sözü batini sözdür. Batini mənada bəlkə inaq deməkdir. İnaq bəylər deməkdir. Dibdə oturan inaq bəyləri üzdə deyirlər. Dibdə oturan nə? Dibdə oturan inaq bəylər üç yerə bölünür. Sağda oturan bəylər, solda oturan bəylər. Sağdakılar göydəki mənasındadır. Soldakı yerdəki mənasındadır. Dibdə oturanlar, dibdə oturan xas bəyləri, inaq bəyləri deyirlər. Onlar da pir. Dib yəni ki, yerlə göyün birləşdiyi yerdə. Onlar buradan gedirlər də. Hamısı buradan gedib. Yer kürəsində insaniyyət Azərbaycandan başlanır. Bütün insanı Azərbaycanlı pirləri yaradıb. Bütün insanları Azəri pirləri yaradıb. Azər Allah'ın nəsli yaradıb. Bütün dünyaya insan cinsi buradan yaranıb. Bəşəriyyət buradan yaranıb. 5514. Türkiyədə da deyirdi. Hamısı deyir, bəli. Bu da Qafqaz dilli ona görə Qafqaz xüsusi irqi sayılır. Aysa o. Bütün dünyada Qafqaz irqisi yazılır. Amma Çar vaxtı ya Sovetlər vaxtında onu dəyişib bilənlər Avropa irqi. İndi elədilər də Avropanın əlindədir. Mən dedim də Avropalılar gördü ki, heyvan insanlardır. Dillərin həqiqəti gizlədilər, özlərin dil qüfatlarını. Avropalılar eləcəkdə bir istəmədilər. Avropalılar dəyişmədilər, Ruslar dəyişdilər. Avropalılar da istəmirdilər. Ruslar, Rus o başqa siyasəti ümumiyyətlə başqadır. Avropalılar indi də Qafqaz irqi yazırlar da özləri üçün. Amerikalılar Qafqaz irqi yazırlar. Avropalı, indi Avropa sözünü, bunlar da Avropalılar hatta ortalığa da. Ruslar atırlar onu. Hindi Avropa dilçiliyi, Hindi Avropa qrupları. Avropa irqi söhbət. İlk söhbətin ola bilər. İlk söhbətin ola bilər. Ancaq ümumiyyətlə söhbət, mən nədən söhbət gedir? Yer kürəsində bir yeri var, o zaman müqəddəs yer, Kadus gedir o, müqəddəs yer var. O da Azərbaycandır. Sufilər deyir, vəhdətin günəşi ilk kəz Azərbaycanda yerləşir. Talış Zarıq bölgəsi. Talış demək, o indi ki talışları qatırır da, ona qatma. Talış başlayır yardımı ilə qurtarır Ərdəbildə. Bu aradır. Ərdəbil şahlığı ona görə Şah İsmaildə xüsusi yer tuturdu. Yardımlı ərazidə düşürdü Ərdəbil şahlığı. Bu tərəfə aidiyyəti yoxdur, sizin dediyiniz məsələni. Yox, mən dediyim bir asas Azərbaycandadır. Yardımlıdan bu tərəf. Yardımlıdadır bilavasitə. İndi yardımlı ərazisi var ha. Hamısı yardımın içindədir. Və yardımlı özü, yarısı Ərdəbil vilayətinə sahib düşür. Ərdəbillə, məsələn, o əhd sandığının yerləşdiyi yer 45 kilometrdir. Əhd sandığı harada yerləşir indi? Mən dedim də, yenə ardımda yerləşir. Hansı dağın altındadır? O dağın altında ilahi od qorunur. Əhd sandığı eyni zamanda ilahi odun qorunduğu yerdir. O sandığın içində ilahi od var. Rəmzi mənada gedir. Burada orada od yoxdur. Ancaq onu açan kimi göylər təralana gələcək. Yəni bu mənada. Həmin o da qədim yazılara görə Ərdəbillə onun arası 45 kilometrlikdədir. Yəni Ərdəbil şəhərin 45 kilometrliyində Talış dağlarına tərəf ilahi od qorunur, əhd sandığı qorunur. Şükür. Bu əhd sandığına aid bir-iki bundan əvvəl xəbər yayıldı ki, Rusiyanın hərbi gəmiləri onu Məkkədən, yəni Saudiyyədən götürüb aparıblar Antarktidaya. Əgər bu əhd sandığı Allahla bağlıdırsa, Ruslar da biz Allahsız millətdir bu dünyada. Necə bilirsiniz? Onu tapa bilərmi? Əhd sandığını tapmaq mümkündürmü? Mən onu 2000-ci ildə başlamışam. Akademiyada bir nəvə görüb gedmişəm. 2000-ci ildən axtarıram onu mən. Hələ mən bütün silləri bilirəm. Mən quş dilini, o ilk dili bilən adamam və bütün rəmzlərin mənasını bilirəm. Yaranışın əvvəlindən axırana kimi hamısını bilirəm. Və mən bunu bilə-bilə, mən o bir kvadrat metr tapa bilməmişim, 2 kvadrat metr tapa bilməmişim. Yerin atdadır. Onun bir də oradadır. Nə? Hamısı oradadır. Hamısı oradadır. Yer kürəsində bir yer var ki, bütün müqəddəslik, hər şey oradadır. Orada qorunur, hər şey orada saxlanılır. Bütün devlər, ilk insanlar, onların skeletləri orada qalır. Orada, onlar hamısı oradadır. 120 min dənə divlərdir, bunlar adi insanlar deyirlər.